Uşağı olmadı. Uşaqlığında uşaq boyda şiş tapdılar. Əli Hüseyin həyətdə gəzinirdi. Məni uzaqdan görən kimi siqareti yarımçıq yerə atıb ayaqqabısının burnuyla əzdi. Yaxşı ki, yenə belə edir. Bir dəfə atası sağlığı ot tayalarını alışdırmışdı. İndi kötüyü çaya, çölə atmış olsa da az qalır girib suda tapdalasın. Əli Hüseyin, Sədəf bacını bir də Allah rəhmət eləsin. Yəqin nasazlıqdan isti olan əlini sıxıb ona dələngəvaz bir başsağlığı verdi. Hər yasta da durub bizə gəlibsən. O nə zəhmətlərdir elə? Vay sənin əlbəki altına qoyduğun pullara işarə vurur. Arif imiş. Yaxşıdır özü dedi. Ürəyimi yeyirdim ki, bəlkə bilmir, cübbəm də dar, dözməyib soruşacaq, biabır olacaqdım. Oturduq, Əli Hüseyin samavarı toka saldı. Bura malı deyil ha, Tulskidir. Samavarı göstərib söz demək xətrinə soruşdum. Yadımda deyil. Yox, döyər ölməz şeydir, Rusiyetinkidir. Amma bu samavar çayniklər söhbət mövzusu kimi məclislərdə canımı sıxıntıdan əməllicə qurtarır. Mənim evimi Rusiyet yıxdı. Vay, mən nə deyirəm, bu nə deyir? Mən dağdan danışıram, o bağdan. Rusiyet də olmasa ac qalarıq. Düzdür, çörəyimiz oradan çıxır. Atam rəhmət, anam da Sədəf bacıda. Heç birinin xəstəliyində evdə olmadım. Onları bastırmağa saat çatışmadım. Bu dünyanı kim tutub gedir, ay Əli Hüseyin? Mən basma gəlib sözləri sanki havadan dərib atdım ortalığa. Daha belə dalbadal yox ki, bizi qarğayıbmışlar. Sonra keçdik infarkta. Amma infarktından bülbül kimi ötməyə başladı. Bu söhbətə həvəsliymiş. Dünən nə yaxşı o zəhrimara Moskvaya çatıb tutulmuşam, dedi. Güya yolda tutulsaymış, yerindəcə canı çıxacaq, qurtquşa yem olacaqdı. Par-par yanan reanimasiya şöbəsi xoşuna gəlib. Axır mitilini evə salamat gətirib çıxarıb. Qaydan kimi də qurban kəsib. Kəndçiləri onu arı pətəyi kimi bürüyübmüş. Yox balam, camaat tıfağı dağılanların xətrini yaman istəyir. Yaxşıca hörmətə minib, Allah göstərməsin, yalnız onun kimi tənha qalanlar belə şeyin dadını bilər. Burası artıq dəqiqdir ki, onu torpağa, kənd özü quyulayacaq. Yaxşı, gəl ölümdən danışmayaq. Həyat hələ irəldədir. Bu sayaq bir-iki boş söz də deyib ayağa durdum. Nə olsun irəlidəki həyatın nə əhəmiyyəti? Gedəndə yenə nəlbəki altına pul qoydum. Elə etdim ki, bunu Əli Hüseyin görməsin. Görsəydi qoymayacaqdı. Neynək? Sonra görər. Növbəti yay tətilində uşaqları kəndə gətirəndə bacım həyətin ağzındaca başımın üstünü kəstirdi. Əli Hüseyin də getdi. Hara? Rusiyətə? O şaqqanaq çəkdi. Yox bir Amerikaya. Vay dədəm vay, ölüb. Bə yox, o hələ də gülürdü. Nə gülürsən? Burada gülməli nə var? Bə neyliyim? Ağlayım, ağlamırsan, bari gülmə. Özü də sən gülmürsən, hırıldayırsan. Yaxşı, bundan sonra ağzımızı açmarıq. Canını azzardı, rədd ol. Əl üzümə su vurmadan dərhal hüzürə getmək istədim. Vay, ancaq gedib kimdən hüzür götürməliyəm? Kimə baş çəkəcəyəm? Yəqin həyətin ortasında boş ev heykəl kimi durub. Heysiz, hərəkətsiz stula çöktüm. Məlum oldu ki, ağsaqqalların məsləhəti ilə malqaranı da qonum-qonşuya dağıdıblar. Hamı uzaq qohumlardan kiminsə Rusiyetdən qayıdıb evə sahib durmasını gözləyir. Yox, həqiqətən də Əli Hüseyin hüzürə getməyə heç bir ehtiyacı yoxdur. Əli Hüseynin hüzürünə. Bunun əvəzinə təcili Bakıya dönməli, maşın tutub uşaqları arxa oturacağa doldurdum. Ədə, bibisi ölmüşləri hara aparırsan? Görünməyən iş, bacım qəhərlənmişdi. Mən nə qələt elədim, ancaq onun üzünü bir daha görmək istəmirdim. Barı danışmağasa həvəsim qalmamışdı. Bir də kəndə üz tutmamalı, qurtardı getdi. Uşaqlar Bakı yolunda bu tezlikdə şəhərə dönmələrinə görə ağlaşır, həm də bununla elə bil Əli Hüseyinə yas saxlayırdılar. 2003-cü il.